Çoxu deyir ki, yağ yağdır, fərqi yoxdur, hansı istəyir olsun. Amma bu fikri beyninizdən silin. Əgər düzgün seçim etməsəniz, maşınınızın motorunu vurduğunu hiss edəcəksiniz. Oy, qəşəng. Maşını aldıqdan sonra artıq 5000 kilometri keçdiyinə görə artıq yağ dəyişmənin vaxtı gəlib. Və əlbəttə ki, bilirik ki, 1.4 turbo kruzlar biraz kaprizli maşınlardır. Ona görə yağ seçimini düzgün etmək lazımdır. Dünənki gün yarasalarımıza germetik vurmuşduq ki, qurusun və bugün açılışdır. Gəlin yavaş-yavaş sökək görə yarasalarımız skotsuz necə görsənir. Germetiki belə vurmuşuq. Deməli belə germetik vurduq, burasından da vurmuşuq. Fuad indi yapışdıracaq onu. Miləmil işləyir. Nə qədər vaxt qalsın belə? Bir gün qalsın da. Bunun nəsə fərqi var, hə? Sürətə də 50-40 arası fərq edir. Cəhcəhdə alınmır ki bura, boş-boş bülbül. Sol tərəfi söktük, biraz yüngülvari skoçun izləri qalıb. Bunlar yəni zamanla maşını yuduqca təmizlənəcək. Yoxlayırıq, görürük ki, yəni çox güc tətbiq eləmək istəmirəm, sınmasın deyə. Yəni normal şəkildə yapışıbdır. Sağ tərəfi də sökürük və bunu da yoxlayaq. Yaxşıdır. Və nəhayət yarasalarımızı da yapışdırdıq. Tam şəkildə hazırdır. Şərhlərdə mütləq şəkildə bildirin ki, bu yarasalarla qəşəng görsənir, yoxsa zavodskoy qəşəng görsənir. 1.4 turbo kruzlarda motorun üstündə qapağa yazılıb hansı yağdan istifadə etmək lazımdır. Gəlin göstərim onu da. Motorun qapağının üstündə də yazılıb ki, Dexos və 530. Mütləq şəkildə burada qeyd olunan yağ tökülməlidir ki, sabah bir suyun problemi olmasın. Sür, sür. Yavaş-yavaş gedək yağı dəyişməyə. Mega Beats. Çok fərqi var.
Dostlar, burada videonun sonuna çatdıq. Videonu bəyənib kanalımıza abunə olmağı, əsasən də bildirişləri açmağı unutmayın ki, yeni video gələndə ilk bildiriş sizə gəlsin. Dostlar, sizcə mən yağ seçimini düzgün etdim yoxsa səhv etdim? Şərhlərdə bildirməyi unutmayın.